قال الله تعالى في كتابه الكريم أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم قل لن يصيبنا إلا ما كتب الله لنا هو مولانا وعلى الله فليتوكل المؤمنون Sadakallahul azim. Aziz, değerli, mühterem Müslüman kardeşlerim, bu güzel, mübarek Cuma gününün rahmeti, bereketi, mağfireti cümlemizin ve bütün ümmeti Muhammed'in üzerine olsun. Bugünkü mevzumuz kader ve qəzadır. İmanın 6. şərti kader ve qəzanın, xeyir ve şerrin Allah'tan olduğuna inanmaktır. Bu dünya hem sevinç hem de kederle doludur. Başımıza yaxşı iş gələndə sevinir, pis işler gələndə de üzülürük. Biz Müslümanlar dünyanın müvəqqəti olduğunu bilir ve bura imtihan olmak için geldiğimize inanırıq. Elə isə başımıza yaxşı da pis də nə gəlirsə gəlsin, hamısı əsasda bir məqsədə xidmət edir. İmtihan olmak ve bu imtihandan müvəffəq olmaktır. Bəqərə surəsinin 216. ayəsində uca Allah belə buyurur. Bəzən xoşlamadığınız, sevmədiyiniz bir şey üçün xeyirli, yaxşı, bəzən də xoşladığınız bir şey üçün isə zərərli, pis ola bilər. Onu Allah bilir, ancaq siz bilməzsiniz. İmtihanda müvəffəq olmağın düsturu, başımıza gələn yaxşı işlərə həmd və şükür etmək, pis işlərə də səbir və təhəmmül göstərməkdir. Hörmətli müsəlmanlar, qədər və qəza iman məsələlərindəndir və nə qədər izah edilirsə edilsin, qeybə aid məlumat olmasından ötəri, qədər və qəza mövzusunun tam mənası ilə izah edilməsi və anlaşılması çətindir. Yəni, bir meyvə ilə o meyvənin dadını izah etməyi düşünün. Qədər və qəzanın tərifini meyvənin formasına, anlamağı isə meyvənin dadına bənzədə bilərik. Meyvənin şəkil və formasını izah etmək asan olsa da, o meyvənin dadını izah etmək bir o qədər də çətindir. Yəni, mümkün deyildir. Qəza və qədər də belədir. Yaşayırıq, lakin mahiyyətini anlamamız da dar idrakımızla mümkün değildir. Bəs nə deməkdir qədər və qəza? Qədər Allah-u Teala'nın əzəli elmi ilə insanların və digər məxluqatın edəcəyi işləri bilməsi və istəməsidir. Qəza isə Allahın əzəldə təqdir etdiyi şeylərin zamanı gələndə bu təqdirə uyğun olaraq yaratması deməkdir. Yəni, qədəri bir plana bənzədiriksə, qəza da o plana uyğun olaraq baş verən hadisələrdir. Qədər və qəzaya iman etmək, xeyir və şərrin Allah'tan olduğuna, hər şeyin Allah tərəfindən təqdir edilməsinə, müəyyənləşdirməsinə və zamanı gələndə müəyyənləşdirdiyi kimi Allah tərəfindən yaradılmağına inanmaqdır. Qədər və qəzaya inanan insan, Allah'ın bilgisi olmadan bir yarpağın belə tərpənmədiyinə inanar. Özünün etdiyi yaxşı və pis bütün hərəkətləri də, başına gələn yaxşı və pis bütün hadisələri də onun bildiyinin fərqində olar. Allah'ın kainatda hər şeyi bir tarazlıq içində yaratdığının şuurundadır. Bu tarazlığı qorumağa və pozmamağa diqqət edər. Allah'ın hər şeyi bir nizam içində yaratdığını bilər. Bu nizamın bir parçası olaraq qarşılaşdığı çətinliklərlə mübarizədə Allah'a güvənər. Qədər ilə əlaqəli Tövbə surəsinin 51. ayəsində Allah-u Teala belə buyurur. Resulüm, de ki, Allah'ın bizim üçün təqdir etdiyindən, lövh-ü məhfuzda yazdığından başqa bir şey üz verməz. O bizim himayədarımızdır, yardımcımızdır. Ona görə də möminlər yalnız Allah'a təvəkkül etsinlər. Əziz qardaşlar, qədər və qəzanın ilahi sirlərdən olmasını ve insanlar tərəfindən həqiqi mənası ilə anlaşılmasının qeyri-mümkünlüyünü bilən Peyğəmbərimiz sallallahu aleyhi ve sellem qədər mövzusunu mübahisə, müzakirə edən sahabələrinə
ve onların timsalında bize de haberdarlık ederek belə buyurmaktadır. Siz bununla mı emr olundunuz? Veya ben bunun için mü peygamber olarak gönderildim? Bunu bilin ki sizden evvelki ümmetler bu cür mübahiselere başladıkları zaman helak olmuşlar. Belə mübahisə, müzakirələrə girməyin. Ona göre de dünyada meydana gelmiş ve gelecek olan her şey Allah'ın elmi, dilemesi, təqdiri ve yaratmasıyla meydana gelir. Her şeyin bir qədəri vardır. Bunun mənasıyla belədir. Uca Allah insanları azad iradəsiyle seçəcəkləri şeylerin haradan ve ne şekilde seçəcəyini əzəli, yani zamanla məhdud olmayan mütləq elmiyle bilir. Ve bu bilgisine göre diləyər ve Allah bu diləməsinə göre de təqdir buyurup zamanı gəlincə kulun seçmesi istiqamətində yaradar. Bu da Allah'ın elmi, kulun seçmesine bağlı olup Allah'ın əzəli mənada bir şeyi bilmesinin kulun irade ve seçimi üzerinde mecbur edici bir təsiri yoktur. Biz hem öz yaradılışımızda hem de kainatta müşahede edebildiğimiz bütün ilahi təqdirlərin sonsuz hikmetlerle bağlı olduğuna iman edirik. Bu sayede yaşadığımız her cür hadisenin ardında onun hikmetini ve Allah'ın onda gizlediği rəhməti axtarırıq. Hadiseler müsbət ya da mənfi olabilir. Salih niyetimizə rağmen nəticələr nəfsimizin xoşuna gəlməyə bilər. Lakin beləsi vəziyyətlərdə belə Allah bizə rəhmətlə müamilə etməkdədir. Çünkü Allah bizi bizden yaxşı bilməkdə ve onun xəbəri ve icazəsi olmadan heç bir şey meydana gəlməməkdədir. Bundan ötəri qədərə iman bir hüzur vəsiləsidir. Değerli din kardeşlerim, qədər ve qəzaya inanmak iman əsaslarındandır ve sir olan qədərin iç yüzü Allah'tan başkası tərəfindən bilinməməkdədir. Ona göre de qədərə iman etmemiz eyni zamanda iman gücümüzün de əlamətidir. Çünkü bu iman hadiselerin özüne değil, birbaşa Allah'a teslim olduğumuzun açık bir delilidir. Özünü ve bütün hayatını Allah'a havale eden, geçmiş bu an ve gelecekleri əlaqəli olup, məğlub edecek ve ümitsizliğe düşürecek ve korkuya düşmesi mümkün değildir. Bu sebeple qədərə inanmanın faydalarına nail olmak için imanımızı daim təzə saxlamalıyıq. Əziz Müslümanlar, değerli kardeşlerim, başta hutbemizin başında söylediğimiz gibi imanın 6 şərti vardır. O imanın 6 şərtindən də biri hayrihi ve şerrihi minallahu Teala. Bütün hayır ve şer ne varsa Allah'tandır. Ve Allah'ın diləməsiylədir. Allah evvel ve ahir ve zahir ve batin bilendir. Ona göre insanın bilmesinde bir məhdudiyet vardır. Bu ister qədər mövzusunda olsun, ister de bizim ağlımızı aşacak meselelerde olsun. Biz Müslümanlara düşen nedir? İman etmektir. Ve İslam sözünün de mənası nedir? Teslim olmaktır. Ona göre bazen İslam'ın elə hökümləri var ki, elbette ki orada bir mentik vardır. İnsanın fayda olması için orada bir xeyir vardır. Bazen de elə məsələlər vardır ki, orada ancak iman etmek vardır. Onun pərdə arxasını araştırmak yoktur. İman da budur. Allah bizi bu mövzularda yolumuzu azanlardan eylemesin. Allah cümlemizi, bütün ümmeti Muhammedi bu mövzularda ihtilafa düşüp ve Peygamber Efendimiz sallallahu aleyhi ve sellem sahabesine buyurduğu kimi bu mövzuya rast geldiği zaman hemen buradan dağılın diye o tehlikeli mövzularda o yollardan bizi korusun. Çünkü unutmayın ki iman işi qəlb işidir. İman işi ağıl işi değildir kardeşler. Hazreti Ali radıyallahu anh dediği kimi eğer ben mentik axtarsaydım məhz çəkdiyim zaman ayağımın üstünde değil de altına məhz çəkərdim. Ona göre bu bizim için bir düstur olmalıdır. İman işi qəlb işidir, ağıl işi değildir. Allah cümlemizi həqiqi teslim olanlardan,
həqiqi iman etmişlərdən eyləsin. Amin.